Mən də bu fikirdəyim. Sənin üçün doğrudursa, o düzdür. Çünki bir dənə həqiqət yoxdur. Hə, doğru. Məsələn, mən bir dənə dostuma demişdim ki, bax, dünya 10 dənə yaxşı yazısını götürürük. Tolstoy, Hugo falan götürürük. Deyirik ki, hər kəs yaxşı, özünün əsərlərinin yaxşı olması 10 dənə düstur yazsın. Hər 10 yazsın, 10 düstur yazır, 100 düstur eləyir. Deyib, buradan indi üst-üstə düşə bilər, eynisi ola bilər, təkrar olub, 50'sin çıxaq, yerdə qalsın. Bu 50 düstura riayət edib böyük yazısı olmaq olar? Mümkün deyil. Mümkün deyil. Mümkün deyil. Çünki qaydalar bir olsa, onda necə olacaq? Yəni, bir dənə standart var ki, A-nı götürsən, B-ni götürsən, C-ni götürsən, uğur qazanırsın. Onda, məsələn, 100 min dənə motivasiya kitabı var. Əks arqument olaraq şey deyə bilərəm. Məsəl üçün biz Allah Quranda danışanda cənnətin şərtlərini qoyub. Düzdürmü? Deyir, bunu eləsin, cənnət var. Və individual vermir, ümumən verib. Düzdürmü? Deməli, bəzi şeylərin düsturu var da. Bir yerə çıxmağın düsturu var. Nəyisə öyrənmənin düsturu var. Həyatı daha gözəl eləmənin düsturları var. Yəni biz o düsturlar minimum düsturlardır da, elə bir bakalavr düsturlardır.